Gəlir deyir ki, biz vergidən gəlmişik, bəs aylıq 20 manat bizə ödəyirsiniz, biz sizə çek yazırıq. Qollarında ağ sarışqa geyində qollarında işarəsi olurdu vergi ilə əlaqədar. Yəni deyirdilər ki, biz vergidən gəlmişik, belə eləyib təqdim edirdilər özlərini həmişə. Bunların əlindən mən 4 dənə obyekt dəyişmişəm. Axırıncı bura gəlmişəm. Buraya remont gedir, gəliblər ki, pul verməlisən. Burada görüntülər də vardı, yəni kamera çəkib. Abşeron rayonunda eləcə də ölkənin müxtəlif ərazilərində xüsusi dələduzluq üsulu seçən şəxslər peyda olub. Onlar özlərini vergi əməkdaşı kimi təqdim edərək obyektlərə yaxınlaşır və müəyyən məbləğdə vəsait tələb edirlər. İstədikləri məbləği almadığı təqdirdə isə digər aidiyyəti qurumlarla hədələyirlər. Əvvəldən çoxu dağlarımızı satdırır. O birisi çarənin yeri var. Çarə var əvvəlin nəydi? Yoldaşıları sağ ol. Onun başına sağ olsun ki, bunu qoydular. Onun başa kalsın ki, orada vazir işleyip veya tutsalar senin... Ben bu danışımda, ben de yolda kararı danışmıyor mu? Yok, Benim de sorular var. Ben özüm danışmıyorum. Ne oldu? Ben de eğer bir şey bulsam verme problem değiller. Neden? Eğer bir şey bulsam ona verme problem değiller. Yani siz de. Rengimiz de çok karşı değil bana da ama değilsin içime zarar olmaz. Bizde problem yaratmayan çatırlarlar. Özlərini vergi əməkdaşı kimi təqdim edib sizə yaxınlaşırdılar, yoxsa hansı başqa qurum? Xeyr, vergi ödənişi əməkdaşı kimi yaxınlaşırdılar ki, vergi ödəməsiz buranı bağlatdıracağıq. Siz soruşdunuz ki, hansı əsasla buranı bağlatdırırsınız, niyə bağlatdırırsınız? Deyirdi ki, bu çeki yazıram sənə və sizə heç kəs dəyə bilməz, nə vergidən, nə bir şey. Bu Akif müəllimdir, Azər müəllimdir, Sevincin özüdür. Yəni deyirdi ki, bizim adımızı verin, kim gəlsə bizim adımızı verin, biz heç kəs heç nə eləyə bilməyəcək. Bu cəhətdən bizə yaxınlaşırdı. Bu adların çəkdiyin şəxslər həmin şəxslərdir? Bəli, bəli, həmin şəxslərdir. Hamısı vergi ilə əlaqədar gəlirdilər, girdilər. Qollarında ağ sarışqa geyində qollarında işarəsi olurdu vergi ilə əlaqədar. Yəni deyirdilər ki, biz vergidən gəlmişik, belə eləyib təqdim edirdilər özlərini həmişə. Siz də elə bildiniz ki, vergi əməkdaşıdır. Elə bilirdim vergidir. Neçə dəfə olub bu proses? Neçə dəfə olub? 3-4 dəfə ofisi salonunda olub, 2-3 dəfə də burada olub. Yəni axırıncı dəfə də telefonla özlərinə ödəniş istədilər. Ödədim, heç çek də yazıb getmədilər. Gəlmədilər də. Yəni hələ qaldı. Yəni bu yolla dələduzluq eləyirlər. Bəli. Sağ olun, var olun. Yurtları tanıyorsunuz. Bu kanunda işleyenler. Burada bir kanun meclisimiz var. O bunları diğer biçimlerini hareket edip bir şeyimize anlatır. Ben cevap olarak müsaade edildim. Şeref yarattığım işletmiyor. Nasıl? Sağ olun, var olun. Onlar gəlirlər, xırda sahibkarlar var, hansı ki dərzilər, bərbərlər, kiçik ofislər, kəndin o ucqar, qıraq-bıraq yerlərində, qurtuluş tərəfdə, əsas qurtuluş o 3 mərtəbəli tərəfdə. Özədə ki, bütün respublika üzrə biz baxırıq. Hansı ki, xırda sahibkarlar var ki, bunlar vergilər çox da onlara şey eləmədiyinə görə, bunlar ondan istifadə edərək, əyinlərində vergi forması, kamera görüntülərində hamısı var, qollarında yazı vergi xidməti. Gəlir deyir ki, biz vergidən gəlmişik, bəs aylıq 20 manat bizə ödəyirsiniz, biz sizə çek yazırıq. Bunlar əslində hansı ki, vergi ödəyicilərinə gedib kargüzarlıq xidməti göstərərək onlardan aylıq 10 manat, 20 manat ala bilər. Day sən geyin girən verginin formasını ki, mən vergilərdən gəlmişəm, mən aylıq 20 manat, 10 manat verməsən, mən konum atıran vergi gəlib buranı bağlayır, səni 30-duruq aylıq 100 manat vergiyə. Bu vəzifə səlahiyyətlərini aşmadır. Məsələ burasındadır ki, Vergilər Nazirinin bunlardan xəbəri yoxdur. Mən Vergilər Nazirindən məktub, 2 saylı vergilərdən məktub ünvanladım. Oranın tədqiqatçısı mənlə birbaşa əlaqəyə çıxdı. O dedi ki, bizim belə əməkdaşlar olmadığına görə biz bunlar haqqında heç bir tədbir görə bilmərik. Mənə məktub addan istifadə edirlər. Bəli, dedi ki, bunlar dələduzlardır, bunları yaxın buraxmayın, bunlar bizim adımızdan istifadə edir. Biz sadəcə bizim əməkdaş olmadığına görə biz bunlar haqqında tədbir görəmirik. Bu haqda hüquq mühafizə orqanlarına müraciət edir. Mən də hamısına müraciət edirəm, korrupsiya, polis dairəsi hamısına izahat da vermişəm, izahatım da var. Bunlar da çağırırlar, yəni ki, bilmirəm, getdilər, getmədilər, axırlar nə yerdə qaldı. Onların o əməkdaşları mənə zəng eləyib, Samir adlı şəxs. Mənə cinslərə görüşə dəvət edir, görüşə məsələni yoluna qoyar. Mən görüşməmişəm onlarla ki, siz kimsiz, mən sizinlə görüşəm. Bizdən alıb verə biləcəyin nə istəyirsən bizdən, imkan ver, işimizi görə belə. Mən dedim ki, sizə ondan sonra zavarı olarım, gəlib orada 3 mərtəbələrdə də bizim ofislərə gəlib şey ediblər, giriblər, gözəllik salonuna. Oradan hələ ultimatum göndərir. Onları mən sosial şəbəkələrdə paylaşdım. Ultimatum göndərir ki,
Mənim az şəxsi vəsiqəmi sosial şəbəkələrdə paylaşın, sizə yaxşı olmayacaq, başınıza oyun açacaq, nə bilim, nə edəcək belə. Yəni ki, kiçik kargüzarlıq xidməti göstərmə əvəzinə gəlibsən demək ki, mən vergidən gəlmişəm. Bu belə şeylərdən istifadə eləmək, yəni ki, tam qanuna uyğunsuz. Yəni etiraz edəndə də hədər qorxu gəlirlər. Etiraz edəndə deyir ki, biz hüquqşünasıq, bizlə bacara bilməyəcəksiniz. Bir də konum atın, vergi gəlsin, töksün. Biz bütün respublikada biz baxırıq. Belə yəni qorxuzurlar da. Hədə qorxu gəlirlər vergi fondu. Vergi əməkdaşları hansı ki, heç onları tanımır. O bir dənə bir var, mən baxıram, Problem deyil, nə təşkil edir. Sən müqavilə qoyur işlər, madəm təminlərim var ortada. Müqavilə? Müqavilə verir, tekrar verir işlər. Hə. Ödənti var nədir? 20 manat. 20 manat? Hə. Listlərə verin 20 manat. Hə? Yox, müqavilə qoyur, kimsə gəlsin. Yox, kimsə gəlsin, hərəndə sizinlər. Ailə bir haqqı. Hə. Sən qoyur, hərəndə işlər. Hə. Nömrə baxsa yazı qoyun üstünə. Kimsə gəlsin, arası edirsən, mən deyim. Problem deyil. Hə. Özü vaxtı geçirmir. Harada yəni? Orası üstündə tərkib yapar. Ha, burada yazılır. Yazılar burada yazılır. Oradan da üzrə verir. Burada yazılır. Yox. Hər ay yazılır. Yox, nəsə. Bunların əlindən mən 4 dənə obyekt dəyişmişəm. Axırıncı bura gəlmişəm. Bura remont gedir. Gəliblər ki, pul verməlisən. Burada görüntülər də vardı. Yəni kamera çəkib. Gəlirlər ki, pul verməlisən. Nə bilim, lazım olan yerlərə müraciət edəcək. Gəl buranı bağlayıcılar. Hədər qorxu gəlirlər. Hədər də qorxu gəlirlər. Yəni beləncə. Bəs qadındır girir içəri, adam hiss edəmir. Kişi olsa, bir taksi şoförünə gəliblər, boltdu vururlar məsələn deyə xırdalından bura 10 dənə obyekt gəzəcək. Başa düşdün 5 manat 3 manat verirlər ona artıq. Belə ərazilərdən pul yığırlar. Əlbəttə sürücüyə də bir dənə forma geyindirirlər, MMZ forması vururlar qoluna, deyirlər ki, söv gəl bizimlə. Yəni beləncə hədə qorxu gəlirlər, yeri bağlamaq istəyirlər, belə şeylər eləyirlər. Onun üçün bezdir. Biz evə pul aparıb çatdıra bilmirik bunların əlinə. Mən başqa sistem olar, yoxsa mənim olmaz. Heç problem yox, ikimizin arasında beğendiğim ki, senin aramızda bağlanan müqavilədir. Özdə mənlər yox, rəisimizlə bağlıysa bu müqavilədir. Vergilər Nazirliyindən Dinas TV-yə bildirilib ki, sözgedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür xidmətləri mövcud deyil. Nazirlik nümayəndələrinin sözlərinə görə bu hal təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin bir sıra bölgələrində də müşahidə olunur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrafilli isə bildirib ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır. Eyvazov Amin. Ramin. 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 Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.